Əlabbas Bağırov, Köhnə kişi hekayə. 9-cu sonuncu hissə. Sər tamam 5 ilin ayrılığından sonra Murad dəvə hürgücünə bənzər o dağların ən uca bir yalında durub kənd kəsəyi hamıdan xəbərsiz seyrə dalmışdı ki, ensiz, dar küçələr boyunca uzandıqca uzanan evlər oradan baxanda böyür vermiş çini yapıncılı adamları xatırladırdı. Lap bərəki ev Mürsəl kişinin evi idi. O səyyarın qapı bacası, o da Mirigilin derrik yeri. Yadına Miri düşəndə Murad qeyri-ixtiyari gülümsündü. Ağlama Miri, qayıdacam. Harda olsan bir gün görəcəksən qayıdıb gəlmişəm. Çünki göbəyimin qanı bu kəndə tökülüb. Sən məndən ötürü narahat olma, lap qayıtmasan belə bundan heç kimə heç nə olmaz. Onsuz da Gülabın ürəyini elə sındırmamışam ki, bir də məni yada salab. Bircə o qızlara yazığım gəlir. Uşaqlardan müğayət ol Miri, onları sənə tapşırıram, səni də Allaha. Muradgilin öz evlərindən o tərəfdə yeni şifirlənmiş həyat bacası çəpərli 2-3 təzə damdaş gözə dəyirdi. Təkcə divarlar uzaldılmış, damsız bir tikili də vardı. Ya nədənsə Murad elə gəlirdi, ya da həqiqətən kənd elə sükut içində idi ki, adam sövq təbii fikirləşməli idi. Görəsən, kim ölüb, kim qalır? Sağdır mı Əsədxan kişi? Bəs mütəllim dayı necə? Qalırmı görəsən? Murad kəndə girəndə artıq günün o vaxtı idi ki, hamı iş gücdə olardı. Yol rizdə özü boyda səhəng və güyümlərdə su gətirən qızlar görükür, qapı bacada təştük, yun çırpan, təzək qurudan arvadlar gözə dəyirdi. Murad Mirigilin döngəsini keçdi, Salxım Söydün yanından ötdü. Minilin tənha cəvizi də arxada qaldı. Bu da qol boyun ağaçlar yekəlib Muradgilin evlərini ötmüşdü. Ötüb keçib getmişdi. Darvaza evlə üzbəyüz idi və ora çatmağa hələ vardı. Odur ki, Murad uça-uça xırdalıb dava illərinin uşağı boyda qalan yol boyu hasardan baxdı. Ha boylandı ki, bəlkə həyətdə bir adam zat görüb eləyə. İntihası, qız qıvraq, şimal itdən başqa orada heç bir canlı gözə dəymirdi. Bircə o tərəfdə bağçanın lap girəcəyində görünür gec doğulduğundan həyətdə qalan körpə buzov ağaca hörüklənmişdi. Bir də köhnə basma yerində qupquru narın peynin içində toyuqlar 2-1-3-1 eşələnirdi. Sükut idi, qulaq batıran sükut. Hətta tövlə damının üstündəki döşü qıpqırmızı, iri sallaq pipişli ağ xoruzun da sinəsini qabarda can dildən banlamasına baxmayaraq sanki bütün kənd ömürlük yasa batmışdı. İtlər hürmür, heç kimi çağırmır, uşaqların səs-küyü gəlmirdi. Yəqin ki, qurbağalar da axşamın düşməsini gözləyirdilər. Hətta dərənin o tayındakı quzey düzənliyinin tən ortası ilə uzanıb gedən torpaq yoldakı yük maşını da səs salmadan sanki öz-özünə hərəkət eləyirdi. Bütün kənd yaxıb yandıran yaz günəşinin altında şirin-şirin uyumaqdaydı. Murad başını pəncələri üstə qoyub, yatmış itin gözündən heç cür yayınıb eyvana qalxa bilmədi. İt ki it, yarı açıq darvazanın səsinə oyanan kimi irəli dartınaraq yuvasının yan yörəsini cırmaqlaya az qaldı dünyanı dağıtsın. Səsə orada 2-ci mərtəbədə evin qapısı açıldı. Açılıb tezcə də örtüldü və hətta bir anlığa Murada elə gəldi ki, eyvanda kiminsə başı da göründü. Ancaq heç şübhəsiz ki, gözləri onu aldatmışdı. Çünki həyətə uşaqdan savay heç kim düşmədi. Məni tanıyırsanmı nənə? Murad itin yal qabına çörək qırıntısı, küllü qalın kütü atıb qayıdan o uşağı saxlayıb soruşurdu. Amma qız qaş-qabağını töküb dinməz, söyləməz nabələt adamın sifətinəcə tamaşa eləyirdi. Adın nədir sənin? Zülab deyib uşaq burnunun altdan mızıldandı və qayıdıb çiyinlərini çəkə-çəkə evə tərəf yürüdü. Ağılına heç nə gəlməyən Murad onun dalınca boylana hətta gülümsündü də ki, buna bir bax, adını da bilmir. Amma elə oradaca da tifilin kimliyinin haqqı hesabını apardı və Mirinin uşağın ölümü barədə düz 5 il bundan irəli yazdığı o yalanın nə üçün olduğunu heç cür bir yana çıxara bilmədi. O yaxşı bilirdi. Oğlu olmayıb, amma bilmirdi ki, qızı olub və sağdır. Gülab da uşaqlara yazdırdığı məktublarında nə üçünsə bu haqda söz salmırdı. Bircə dəfə o da lap əvvəllər yazdırmışdı ki, görünür uşağın qismətində yaşamaq yoxmuş, vəssalam. Kişinin gözü məftil şəritə elə birdən sataşdı, əgər zənni onu yanıltmırdısa, lap o qıraqçı. Uzun ətək, beli dar, oyma eynən, bir vaxtlar qaratelin əynində gördüyü donun özü idi.
Belə bir parçanı bir dəfə ayağı şəhərə düşəndə Murad özü əldən baha qiymət alıb gətirmişdi və o vaxtlar bütün kənddə Qarateldən başqa heç kim belə bahalı paltar geymirdi. Amma lap yəqin ki, gözləri onu aldadırdı. Axı Qaratelin bir vaxtlar kənddə adla deyilən o paltarı hardan düşə bilərdi bura? Bəlkə o yol azmışdı. Heç bu həyat baca da onun dədə-baba ocağı deyildi. Özünü itirən kişi yan yörəyə bir də göz gəzdirdi. Elə həmin köhnə ev eşik idi. Barının uçub tökülmüş, yerlərinə iç üzdən peyin sıvanmış, təzə yapılmışdı. Həyətin lap aşağı başında ehmal-ehmal ocaq tüstülənir, üstəki iri qara qazandan burun-burun buğ qalxırdı və nədənsə bu dəqiqələrdə bu dost doğma ocaq öz miskin görkəmi ilə Murada 1000 ilin sığala həsrət qalan qocasını xatırladırdı. Xülasə, eyvanın taxta döşəməsində qopan ağır ayaq səslərindən Murad başa düşdü ki, gələn Gülabdır. Murad qəsdən hələ o tərəfə baxmırdı ki, görsün Gülab bu qəfil görüşdən sonra nə qiyamət qopardacaq. Amma dözə bilməyib döndü və eyvandakı adamı görər görməz öz-özünə irəli-geri yırğalanmağa başladı. Görünür, daha dizləri duruş gətirmirdi. Az sonra düz dünya yavaş-yavaş aydınlaşdı. Yan yörə əvvəlki işığına qayıtdı. Bayaqdan bəri Muradın gözləri önündə oynaşan tünd bənövşəyi boyalar da tədricən çəkilib getdi. Artırmadakı qaraltının cizgiləri ehmal-ehmal tamlaşdı, böyüdü, irildi və axır ki Murad tanıdı onu. Gün düşürdü deyin, tanımadığı adam duran it hürən səmtə Qaratel əli alnında baxırdı. Nə oldusa birdən oldu. Əli alnından enib dodaqlarının üstə düşdü. O özündən yarımcı addımda o tərəfə getməyə səslə "Bu Allah, qurban olum" dedi. Bu kimdir? O saatda qolunun üstəki yumağa gətirdiyi paltarları bir tərəfə tullayıb pillələri üst düşdü, qaçdı, çatdı və heç it də yiyəsinə o cür yalmanmazdı ki, Qaratel Muradın qarşısında diz çöküb üz gözünü onun ayaqlarına elə sürtə-sürtə qalmışdı. Ayrı heç nə yuxuda sayıqlayanlar kimi təkcə Murad deyə bilirdi. Ay Murad! Murad onu qalxızdı. Üz-üzə, göz-gözə dayandılar. Gülab hanı? Birinci soruşduğu bu oldu onun. Qaratelin bayaqdan bəri bütün sifətini bürmüş sevinç giziltiləri bir-birinə bərk-bərk sıxdığı dodaqlarındaca itib qeyb oldu. Səninləyəm Gülab hanım. Qadın bu səfər də dinmədi. Başını aşağı dikib sakitcə yerə baxdı. Eşitmirsən nədir? Bayaqdan bəri üz gözündə tir-tir titrəyən ağrı elə bil Muradın səsindən töküldü. Bu dəfə Qaratel başı ilə qısılıb böyründə durmuş uşağı nişan verdi. Gülabı deyirəm, Gülabı hanı mənim Gülabım, hanım? Axır ki qadının bulal oyunlarından cana doymuş kişinin səsi həyat bacanı başına götürdü. İntihası Muradın qadının yaxasından yapışmağı da, onu ağac tək yırğalamağı da bir o qədər vaxt aparmadı və o baxdı bir də gördü Qaratelin gözünün yaşı kipriyindən aşağı durub. Daha heç nə soruşmadı, yəni bir şey qalmışdı soruşsunda. Bundan da aydın cavab əlini cibinə sala-sala həyətin tən ortasındakı iri dəyirmi duz daşının üstünə çöktü. Cibindəsə vur tut 3 şey var idi. Dəsmal, papiros, kibrit. Murad ən birinci dəsmalı çıxartdı. Uşaqların bəlkə də kəndin lap o başından gələn güləş səsi isə deyərdin bəs 5 addımlıqdaydı. Murad dayı qurtarıb, türmədən gəlib Murad dayı, Murad dayı, Murad! Səs gedib qapıları döymüşdü. Qaybalı kişini, uzun hürzadı, Mir Tapdıq ağanı, Seyid Məryəmi, baqqal Alsöyünü dartıb evlərdən çıxartmışdı. Birazdan adam gözlərinə inana bilmirdi. Muradgilin çəpəri elə bil baş bitirmişdi. Gətirdiyi bar sifət idi. Ancaq o sifətlərin bircəci də Murada tanış deyildi. Əslində belə də olmalıydı. Əvvələn Muradın sulanmış gözləri yaxşı seçmirdi. İkincisi, çəpərin o üzündə duran oğlanlar, o oğlanlar idi ki, bığ yerləri təzə-təzə tərləyirdi. Qızlar o qızlar idi ki, Murad gedəndə hələ heç burunlarını da əməlli başlı silə bilmirdilər. Kişilər idi ki, qocalıb xırdalmışdılar, qocalıb 3 ayaq olmuşdular, qocalıb şapqanı papaq eləmişdilər. Bir də ki, arvadlar. Sanardın ki, onların da bir çəyinə dağların dümaq qarı qonub. Nə qədər ki, eyvana tərəf baxmırdı, Murad həl oturmuşdu, papirosunu qurtardı, atdı, tüpürdü, kötüyü dabanıyla da ayaqladı. Əzə-əzə qarışdırıb torpaq elədi, döndü ki, səsi gələn qızlarıdır, eyvandan boylaşırlar.
Murad qalıqdı, qızlar qaçır, o isə asta-asta yeriyirdi. Bir-birlərinə çata-çatda Muradın qolları açıldı, balalarının göz yaşı boynuna sarmaşıq kimi sarılmış qızlarını Murad bircə-bircə öpdü. O birini adladı. 4 idilər, 2 ən böyük yox idi. Birinin toyu hələ Murad getməmiş olmuşdu, o birindən Sənəmdən Murad yerli dibli bir xəbər idi. Biri də hansı ki ən xırdası idi, Murad onu hamıdan qabaq itə çörək atıb qaydanda görmüşdü. Elə bayaqçı yerində qaratelin böyründəcə qısılıb durmuşdu. Onun donunun ətəyini üzünün bir tərəfinə tutub matdım-matdım baxırdı. Hələ də sakitləşmək bilməyən itin hürməyinə baxırdı. Anasının heykəl duruşuna, çəpərin o tərəfindəki adamlara və ən çox da tanımadığı qonağın üzünə. Murad bircə onu öpmədi. Sakitcə çömələrək uşağın qollarına yapışıb, uzun müddət üzünə baxa-baxa onun ağ, yumuşaq, çopbuş əllərini sir-sifətinə, dodaqlarına sürtə-sürtə qaldı. Nəhayət qalıqdı. O tərəfə çöndü ki, bayaq orada gözünə adamlar dəymişdi. Elə indi də orada idilər və Muradın dönməyini görsək, nədənsə o adamlar bir nəfər kimi tez tələsik çəpərdən gödək oldular. İşin bu yerində Murad Qaratelə və uşaqlara başı ilə işarə elədi ki, yuxarı qalxsınlar. Onlar, Qaratel və 5 qız dinməz söyləməz pilləkənə səmt yeridi və Murad geri dönəndə yalnız bircə anlığı arxadakı adamların üzünü, dərhal da çəpərin uzanıb onları keçdiyini gördü. Və cəmi bircə dəfə quru-quru tüpürdü. Qalan hər şey gözlənilmədən qəflətən baş verdi. Muradın aşağı əyilməyi də, qucağını daşla doldurmağı da, bir-birini itələyə-itələyə səs-küy qoparıb küçə yenişə götürülən adamların dalınca düşməyi də. Hamı qaçırdı, demək olar ki, bütün kənd. Cəmi 3 nəfərdən başqa Seyid Mir Abdullah, mütəllim kişi, bir də Əl Osman. Kim idi onlar? Həmin Seyid Mir Abdullah idi ki, 5 il bundan qabaq Muradı kənddən axırıncı dəfə aparan maşını dalınca düz köhnə dəyirmanın tuşunacan qaçıb kəsə yolla dərəyə. Maşının qabağına inərək onu aparanlara "Cəddim sizi tutsun" demişdi. "Qoymasanız Muradı görəm. Rədd ol yoldan. Cəddi belini qırmış. Salaram səni bu saat təkərin altına təzək kimi yastılanarsan." Başını qapının şüşə yerindən çıxarıb bunu deyən sürücünün səsini eşidən kimi hədə qorxu gəlmək o tərəfə barmağını da bərk-bərk silkələmişdi. "Ölümün gəlibsə sür, sürməyən heç kişi deyil. Lənət sənə kör şeytan, hardan peyda oldu bu əndizəli qəmişi? Sən ölməyəsən, bir dəli şeytan deyir, apar bunun özünü də bas o qoduqluğa. Qoy ağlı gəlsin başına. İndi ki belə həvəsindədir." Bu həmin Seyid Mir Abdullah idi ki, sağ tərəfdə oturan paqonu ulduzluya da dişinin dibindən çıxanı demiş, axırda da kürkünə birə salmışdı. "Çəkilirəm yoldan, amma körpünü o tərəfə sağ keçməyəcəksən. Aç qulağını eşit. Gəl Seyid, cəddinə fəda olum, gəl sizi görüşdürüm. Mən səndə gördüyümü görmüşəm. Cəddin tutar, yazıqdır 9 balam." Bu o Seyid idi ki, dəmir barmaqlıq açılan kimi Muradın boynuna sarılıb qəhərdən boğula-boğula bircə sağ-salamat qayıt deyə bilmişdi. "Allah amanatı, ağlama Miri, qayıdacam. Gözü götürməyənlərin acığına qayıdacam. Heç olmasa ona görə qayıdacam ki, bu it qurda kim olduğumu sübut eləyim. Mən istəsəm də qayıtmaya bilmərəm Miri. O qədər yar-yarımsıq işim qalıb ki." Bu Seyid o sadiqlərdən idi ki, Murada o gedəndən sonra kənd-kəsəkdə, el-obada baş verən əhvalatların əksəriyyətini yazmışdı. Təkcə Gülabın ölümündən savayı. Yazmışdı ki, o gedəndən sonra kənddə nələr olub. Nəcəf kolxozun maşınını hardaşırıb, məktəbdə şuluq eləməyin üstündə Qotur Məmmədəli Abuzərin gədəsinin gözünü necə vurub, maif eləyib. Kəhrizin suyu haçandan və niyə quruyub? O Məhəmmədin arvadı ilə dalaşandan sonra baş götürüb kənddən getdiyini, Qaratelin indi qardaşıcildə olduğunu, Səfinin sədr vəzifəsinə irəli çəkildiyini, gecələrin birində kiminsə Muradgilin tayalarına od vurub yandırdığını da yazmışdı. Onu da yazmışdı ki, belə şeylər üçün qəm yeməsin. O hələ ölməyib ki, dostun evi, ailəsi dar ayaqda qala. Nə qədər ki canında can var, Murad gələnə kimi o qızlara öz balaları kimi baxacaq. Mütəllim kişiyə gəldikdə o vaxt Muradın idarəyə çağırtdırıldığını eşidəndə ora hamdan qabaq qaçan olmuşdu. Gəldim deyim ki, bu adam bu kəndin yolunda yarı canını qoyub. Bu kəndi kənd eləyən Murad bala olub. Hakiyə gedib ona toxunasınız, bu kəndin ahı sizi tutar. Arxı dəyirmanı, körpüsü, yol yolağası dil açıb danışar. Tövləsinin, məktəbinin, klubunun çiynində bircə-bircə gətirdiyi daş divarı ağlayar.
Əl Osman isə Muradın dünyada bəlkə də xətrini ən çox istədiyi kənd cavanlarından idi. O vaxtlar kolxoza, bütün rayonda yeyəcəyinə olan ilk traktoru gətirən bu tökmə bədən oğlan hələ indiyə kimi Muradın bir sözünü iki eləməmişdi. Murad işdən götürüləndən cəmi bir ay sonra çıxıb kənddən gedən, vurtut bircə il əvvəl arvad uşaqla qayıdan Əl Osmanın Muradla sonuncu dəfə görüşdüyündən təxminən 18 ilə qədər vaxt keçirdi. Belə çıxır ki, 5 ildən sonra bizi güllələmək də bu oğraşların əlində heç nə olacaq. Daha burada yaşamaq kişilikdən deyil. Bu sözü də düz 18 il bundan qabaq o demişdi. Onlar o 3 adam cəmaata qoşulub küçə yenişə götürülməyən o 3 nəfər mütəllim kişi Əl Osman və Seyid Mir Abdullah küçənin tən ortasında elə bil boy sırasını düzülmüşdülər. Ən qabaqda Seyid dayanmışdı, özü də lap darvazanın ağzında. Ondan 6-7 adım o yana Əl Osman durmuşdu, üzü qovana tərəf. Ən axırda isə mütəllim kişi gəlirdi və Murad bilmədi, həqiqətən mi elədi, ya qayıdıb kənd arası maşın yolu ilə üzü yenişə götürülən adamları darvazanı açan kimi gördüyü üçün birdən-birə ona elə gəldi, duruşundan mütəllim kişi də qaçan adama oxşayır. Nəysə, Murad darvazanı açıb o 3 nəfər adamı tanıyan kimi ehmalca daşları qucağından tökdü, sonra əlindəkiləri də atıb pencəyini çırpdı. O an ki Muradla Seyid Mir Abdullah qucaqlaşmalıydılar, onda qaçanlar da ayaq saxlamışdılar. Hamı çönüb çiyninin üstündən yönü bəri baxırdı. Onlarsa dayanmışdılar, lap üzbə surət idilər, ancaq hələ qucaqlaşıb eləmək yox idi. Həm də uzun illərin sirdaşı olan bu iki adam o təhər dayanmışdı ki, elə bil nə isə çox gözlənilməz və qəribə bir iş baş verməli idi. Dərd təkcə Muradın dərdi olsaydı nə idi ki? Elə bil Seyidin də dili ağzı qurumuş, əli qolu bağlanmışdı o Muradın üzünə. Şapkasının altından çıxan gödək çal saçlarına, ələlxüsus quyunun dibinə düşmüş gözlərinə o qədər lal dinməz baxdı ki, axırda gözlərindən cildir-cildir yaş gəldi və o dodaqlara əsə-əsə, bu nə gündür düşmüsən Murad? Soruşmaqla dostunu bərk-bərk qucaqlayıb başını onun sinəsinə sıxaraq dəli kimi hönkürdü. Nə olub sənə Miri? Sakit ol. Bu da mənə ürək-dirək verməyindir. Görürsən ki, qayıtmışam. Murad dayı, Osman. Əl Osman sevincindən kişini arxadan qucaqladı və özü də inanmadı ki, dünyanın o vaxtı gəlib çatıb ki, Muradı ortalayıb göyə qaldırır. Onlar necə ki taytuşlar edər, eləcə deyə-gülə qucaqlaşıb öpüşdülər. Murad oğlan ondan azca aralanan kimi əlini onun çiyninə şappıldadıb irələ ildi. Bu dəfə onlar yanğısı sönməyən adamlar kimi ağız-ağızı öpüşdülər. Haçan qayıtmısan? Sualını Murad verdi. Həmişəlik qayıtmışam Murad dayı, arxayn ol. Əl Osman günahı bağışlanmış adam təkin gülümsünüb uzaq görənliklə dilləndi. Çünki onun bu sualı hansı niyyətlə verdiyini əlinin içi kimi bilirdi. Sən çoxdan qayıtmalıydın Osman, lap çoxdan. O adamlar ki, arxa dayağım olmalıydı. Eldən obadan didərgin düşüb hərə bir tərəfdə baş saxlayırdı. O vaxt siz elə gəlirdi, məni sədrlikdən çıxartmaqla hər şeyin sonu çatıb. Siz məni ortada tək qoyub aradan çıxdınız. Nə sən var idi, nə Camal, nə də Sərhəd. Sizdən sonra da mahanı tutdular. Əgər kürəyimi söykəməyə yer tapsaydım, mənə çətin batardılar, amma məni elə təklədilər ki, öz-özümə basıldım. Düzdür, biz gec qayıtmışıq, amma qayıtmışıq Murad dayı. Sən də sağ ol ki, belə əyilməzsən, həmişəki kimi vüqarın itməyib. Murad buracan özünü yaxşı saxlamışdı, amma bu mütəllim kişi ilə görüşənə qədər çəkdi, artıq yox. Elə orada qocanın dəsmalı gözünə basıb bir əlində çəlik, axsaya-axsaya ona tərəf gəldiyi yerdə yaş Muradı boğdu. Özü də boğan kimi boğmadı. Elə boğdu ki, ikicə kəlməni dili ancaq tutdu. Mütəllim dayı, o kişini yarı yolda qabaqladı və dərhal dəyilib 2 qat oldu ki, bu 5 ildə qocalıb, əriyib, lap da xırdalan bu balaca boy kişi üzündən rahat öpə bilsin. Şükür Allah Taala'nın böyüklüyünə ay oğul. Bundan beləsə də kölgən evinin üstündə olar. Arxası adamlara tərəf dayanmış Muradın çiyinləri elə silkələnirdi ki, Əl Osman bu sözləri pıçıltı ilə deməkdən özünü heç cür saxlaya bilmədi. Özünü sındırma Murad dayı, bütün kənd bizə baxır. Kişi sanki Əl Osmanın səsini eşitməyə bənd idi, elə onu bildi ki, bircə dəfə pencəyinin qoluyla gözünün yaşını sildi və sakit səslə, mən bu tülkülərin dərsini indidən verməsəm, Allah bilir, bundan sonraki aqibətim necə olacaq? Siz yerin evə, mən bu dəqiqə qayıdıram.
Keymək yeri deyil Miri, düş qabağa, kişini apar yuxarı, dedi və əyilib yan yörəyə səpələnmiş daşları yerdən götürərək yenə hay-həşir salıb bir-birini tələyə-tələyə qaçan adamların dalınca düşdü. Birazdan onları söyə-söyə, daşlaya-daşlaya qovalayan Muradın səsi çəpərdən çox-çox uzaqlarda, hardasa kəndin içərilərində gəlirdi.